Anadan gəlmə ürək qüsurları hər yaşda aşkarlana bilinir. Bəzən uşaqlıq və gənc yaşlarda, bəzən isə orta yaşlarda və yaşlılarda gecikmiş və ağırlaşmış şəkildə qarşımıza çıxa bilir. Son əməliyyat elədiyimiz iki xəstə yetişkin və gecikmiş xəstələrdir. Bunlardan biri qadın xəstə, 30 yaşında, qulaqçıqlararası çəpərin qüsuru və ağciyər arteriyasının ciddi daralması, ciddi stenozu diaqnozu ilə, digər isə kişi xəstə 41 yaşında, parsial venoz dönüş anomaliyası və qulaqçıqlararası çəpərin sinus venoz tip qüsuru diaqnozu ilə əməliyyat oldu. Hər iki xəstənin ağciyər təzyiqi çox yüksək olduğu üçün bu xəstələrə ilk başda tibbi müalicə başlandı və təkrar dəyərləndirilərək əməliyyata alındı. Hər iki xəstənin əməliyyatı uğurla icra edildi. Anadan gəlmə ürək qüsurlarının diaqnostikası ana bətnindəykən fetal exo, anadan olduqdan sonra isə transtoraksik exokardioqrafiya vasitəsilə aşkar edilir. Bugünkü gün gecikmiş ürək qüsurlarının sayının gedərək azalması doğum evlərində aparılan rutin exokardioqrafi müayinələrin nəticəsidir. Erkən diaqnostika həyat qurtarır.